Azərbaycan HR İnstitutu və SEO Klub Azərbaycanın birgə təşkilatçılığı ilə LinkedIn-in əsas tərəfdaşlığı və Smart Solutions qrupun sponsorluğu ilə Bakıda yerli və qlobal şirkətlərin rəhbərlərinin iştirakı ilə möhtəşəm summit baş tutub. Gəncəğaz xəbər verir ki, 25 fevral tarixində keçirilən Qlobal SEO Summit 2026 tədbirində dövlət nümayəndələri, baş icraçı direktorlar və tanınmış iş adamları bir araya gəlir. Summit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər sənədindəki dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat hədəfinə əsaslanaraq təşkil olunub. Dəyişikliyə birlikdə liderlik etmək şüarı altında keçirilən tədbirin əsas məqsədi iqtisadiyyatın inkişafı, idarə etmə və insan kapitalına dəstək, həmçinin rəqəmsal transformasiya fonunda müasir kadr potensialının formalaşdırılmasına töhfə verməkdir. Beynəlxalq SEO günü sammitin ən əlamətdar hadisəsi Təşkilat Komitəsinin rəhbəri Emil Hüseynovun təşəbbüsü və beynəlxalq SEO'ların iştirakı ilə 25 fevral tarixində ilk dəfə olaraq Beynəlxalq SEO günü elan edilməsi olub. Bu günün təsis edilməsində əsas məqsəd biznes dünyasının aparıcı simaları olan baş icraçı direktorların iqtisadi inkişafa verdikləri töhfələri və innovativ idarəetmə rollarını vurğulamaqdır. Qeyd edək ki, Azərbaycan HR İnstitutu tərəfindən indiyənədək Bakı International SEO Summit 2020, Global HR Summit 2023, World HR Summit 2024, COP29 Human Capital Forum, Women's Entrepreneurs Summit 2025 kimi nüfuzlu tədbirləri uğurla reallaşdırır.